Hamıya Avstraliyadan salam. Təhsil Talk'un birinci təqdimat baxışına qulaq asırsınız. Sizinlə danışan isə Günay Gözəlovadır. Nəhayət ki, çoxdandır ağlımda olan bir ideyanı həyata keçirmək qərarına gəldim. Çoxdan deyəndə ki, Avstraliyaya təhsil almağa gəlinən bəri desək daha düzgün olar. Çünki elə gələn gündən saysız hesabsız suallar ünvanıma gəlməyə başladı ki, orada təhsil necədir, necə oldu ki, Avstraliyanı seçdin, qəbul üçün hansı proseslərdən keçmək lazımdır, hətta immiqrasiya haqqında soruşanlar da oldu. Yadıma düşdü ki, mən də vaxtında bu sualları kiməsə vermişəm. Çünki xaricdə təhsil almaq kimi vacib bir qərar qəbul edəndə hər xırda detalı bilmək istəyirik. Bu səbəbdən marağınızı anlayıram. Amma necə deyərlər, mən tək, siz çox, həm də sualları da cavabsız qoymaq olmur. Ona görə də paylaşmaq gözəldir, həmçinin vaxt qızıldan qiymətlidir prinsiplərindən yola çıxaraq qərara gəldim ki, suallara podkast vasitəsilə cavab verim. Ümumi olaraq, optavoy. Özümü heç ətraflı təqdim eləmədim. Deməli, səsini eşitdiyiniz bu qız Amerikanın Harvard Universitetinin magistr pilləsində deyil, Avstraliyanın Queensland Universitetində təhsil alır. Top 10-da olmasa da 43-cü yerdə gəlir həmin bu universitet və nə yalan deyil, seçimimə görə elə də peşman deyiləm. Sözün düzü. Ancaq bu haqda ayrıca podkast olacaq. Bakalavr təhsilimi İqtisad Universitetində dünya iqtisadiyyatı üzrə almışam. Hal-hazırda fakültə kimi fəaliyyət göstərən HİG qrupu məzunuyam. HİGin açılışını demək istəmirəm, çünki oxumağın istedad olduğunu düşünmürəm. Hal-hazırda özümü iş intervyusunda tell me about yourself sualına cavab verən tələbə kimi hiss edirəm. Bilənlər bilir bu hissi necə. Özümü çox tərifləməyəcəm. LinkedIn akkauntuma girib baxa bilərsiniz. Belə orta statistik Azərbaycanlı prostoy vətəndaş üçün heç də az olmayan uğurlarım var deyib söhbəti bağlayıram. Özümü görmək istəyənlər YouTube-da iqtisadi dərslər 1 yazıb axtara bilər. İndi isə keçək format haqqında onu deyə bilərəm ki, hər həftə bir podkast yükləməyə çalışacağam. Vaxt imkan versə və proyektin maraq doğurduğunu hiss eləsəm. Təqribən 20-30 dəqiqə Facebook və Twitter vasitəsilə aldığım suallara cavab verməyə çalışacağam. Eyni sualların təkrarlanması üçün, həmçinin sonradan qoşulan dinləyicilər rahat olsun deyə hər həftə bir mövzu elan edəcəm podkastın sonunda və ona aid sualları prioritet olaraq cavablandırmağa çalışacağım. Məsələ production-a, yəni bu proyekti ortaya çıxarmağa gəldikdə, bütün hüquqlar GG Production-a, yəni özümə aiddir. Ancaq hüquqlar qorunmur, ona görə kim istəsə buna oxşar nəyisə ərsəyə gətirə bilər, azadsız. Ancaq onu deyim ki, elə də asan iş deyil. Kompüterin daxili mikrofonundan istifadə etdiyim üçün səsin keyfiyyəti elə də yaxşı olmaya bilər. Həmçinin bir qədər naxoş olduğum üçün müğənnilər demişkən üzrlü hesab edin. Təəssüf ki, aldığım təqaüd belə bir xərci qarşılamağa imkan vermir. Amma bu yaxınlarda alın tərimlə $150 qazandığım üçün mikrofon almağı düşünürəm. Nəysə, çox ağladım deyəsən, bizə məxsus bir xüsusiyyətdir. Necə deyərlər? Ağlamaq is our national hobby. Gələk əsas məsələyə. İlk mövzumuzu elan eləməyə. Təhsil Nazirliyi artıq bu il üçün dövlət proqramına qəbulu açıq elan edildiyinə görə fikirləşirəm ki, indi hamıya ən maraqlı mövzulardan biri ola bilər. Bilirsiniz ki, bu proses bir neçə mərhələdən ibarətdir. Çalışacağım gələn buraxılışda ilk mərhələ haqqında sizə məlumat verim. Yəni, ilk mərhələ deyəndə onun qeyri-rəsmi adı sənədlərin hazırlanmasıdır. Facebook və Twitter səhifələrinin linkini yerləşdirmişəm sayta. Yaxşı olar ki, sualları oradan verəsiniz. Daha çox verilən sualları prioritet olaraq cavablandıracaq, bir daha deyirəm. Hələlik bu qədər. Suallarınız cavabsız qalmasın deyib təqdimat buraxılışını yekunlaşdırıram və hamıya öz təhsilində uğurlar arzulayıram. Sağ olun.